Herkese salamlar. Zaman zaman elita sözünü eşitirsən və insanların kimləri elita adlandığını görəndə insanın gülməyi tutur və artıq bu söz insanda elə bir ki, ürək bulanması yaradır və qəribə, çox mənfi assosiasiya hisslər verir. Hansı ki, elita sözü çox gözəl sözdür. Fransız sözüdür, seçilmək ən yaxşı deməkdir. Deməli, elita elə bir insanlar olmalıdır ki, onlar intellekti, şəxsiyyətləri ilə seçilməlidir. Heç olmasa müəyyən dəyər və prinsipləri olmalıdır. Yoxsa ki, Sovet məkanında elita deyə götürürlər, Şarikovlardan əmələ gəlmiş nəsillər və onların övladlarını, hansı ki, həmin Şarikovlar elitanı məhv ediblər. Elita deyəndə, məsələn, sizə acizə göstərim, Axırıncı Aşırın filmindəki Abbasqulu ağa kimi insanlar. Ondan sonra Cümhuriyyətdə olan Nəsib bəy, Yusif bəyli, Əli Mərdan bəy, Topçubaşı, Rəsulzadə, Əhməd bəy Ağaoğlu və başqa insanlar, hansı ki, onlar məhv edildilər, bir çoxu mühacirətə getdi. Elita onlardır. Qalanlar isə Şarikovdan yetişmiş nəsildir. Siz bunları necə elita deyirsiniz? Filmdə də gördünüz ki, itin ürəyindən insan düzəltmək istədilər, alınmadı. Oğurluqla, hər cür yaltaqlıqla, şərəfsizliklə, danızbazlıqla, iyrənciliklə varlanan insanlara elita deyirsiniz. Bu nəyə bənzəyir? Təsəvvür edin ki, biz deyirik ki, cins atlar, hər hansı bir yaxşı toxum, yaxşı bitki, yəni biz seçim edirik və təsəvvür edin ki, bürüşmüş bir kartofa paltar bir giydirib, nəm ora burasına kraska vurub, nə bilim, biraz böyütüb süni yolla sizin qabağınıza qoyurlar. Bir də baxırsan ki, başqa bir kartof var böyründə, qəşəng öz duruşu ilə gəl deyir. Siz hansını seçərsiniz? Əlbəttə duruşu olanı. Yəni, Sovet cəmiyyəti SSR-də şəxsiyyət yetişdirilmirdi. SSR əksinə şəxsiyyəti öldürən və insanları bir dövlətin qaykasına, purjinə döndərən bir sistem idi. Ona görə SSR dağılanda, bax, bu elita yoxdur deyə, bu aydınlar yoxdur deyə, bax, bu postsovet respublikaları bu qədər əzab əziyyət çəkir öz azadlığına gedən yolda. Az çox nələrsə anlayanlar, seçki əldə edənlər yenə nəsə əldə edirlər. Yəni, bax, bu mənəviyyatı məhv edən Sovet hökuməti dağılandan sonra indi hər bir postsovet məkandakı insan o mənəvi yolu keçməlidir ki, anlasın ki, sırf zoraki yolla, sırf totalitar yolla nələrisə uzun müddətli etmək olmaz. Və siz canın hər cür şərəfsizi, oğrunu elita adlandırıb təpəmizə çıxarmayın, çıxarmaqla da deyil. Anlayan anlayır. Kimlərə elita dediyinizi görəndə o elitaya da onu deyən insanlara da qusmağım gəlir. Ruslar demişkən taşnit.